Salam, axşamınız xeyir olsun. İndi bu bugünkü seansımız şuuraltının bütün qorxularını çıxarmaqdan ötürüdür. Diqqətlə mənə qulaq as. Diqqətin mənim hər kəlmələrimdə olsun. İndi rahat ol. Sadəcə bu an sənin üçündür. Bu səs sənin yol yoldaşındır. Və sən tək deyilsən və heç vaxt tək olmamısan. Zihnin sakitləşmək üçün icazə gözləyir. Bədən yumşalmaq üçün işarə axtarır. Burnundan dərin nəfəs al və nəfəsi yavaşca burax. Bunu bir neçə dəfə təkrar et və hiss et ki, bədən səni eşidir. O özünü buraxır. Zihin yavaş yavaş sakitləşir. İndi zihnin dərinliyində bir otaq açılır. Bu otağın adı qorxularla tanışlıq. Bu otaqda səs yoxdur. Sadəcə sükut var. Və bu sükutun içində sənə tanış bir his boy göstərir. Adı nevrozdur. Amma bu dəfə ona qorxaraq yox, anlayışla baxırsan. Sən öz-özünə deyirsən, sən mənə nəsə demək istəyirsən, mən indi hazıram səni eşitməyə. Və nevroz cavab verir. Mən sənin siqnalın idim. Mən sənin siqnalın idim. Sənin gizlində qalan ehtiyaclarını göstərmək üçün gəldim. Və sən ona cavab verirsən. Təşəkkür edirəm. Amma indi artıq ehtiyacım yoxdur. Mən güclüyəm. Mən dəyişmişəm. İndi gözlərini təsəvvür et. Sən uzun bir yolda gedirsən, bu yol sənin həyatındır. Və çiynində ağır bir kisə var. Bu kisənin içində qorxu var. Məni başa düşməzlər. Mütləq güclü olmalıyam. Nə olacaqsa pis olacaq.
özünə demədiyin acı sözlər. İndi bu kisəni yavaş yavaş yerə qoyursan, deyirsən, mən bu yükü artıq daşımaq istəmirəm. Mən azadam və arxana baxmadan yoluna davam edirsən. Hər addımında içində bir az daha sakitlik doğurur. Biraz daha sakitlik, biraz daha sakitlik doğurur. Zihninə bir güzgü təsəvvür et. Zihnində bir güzgü təsəvvür et. Bu güzgüdə geçmişindeki sen görünür. O sənə baxır. Yorğun, qorxmuş, qapanmış. Amma sən ona yaxınlaşırsan və qucaq açırsan. Deyirsən, sen burada tek değilsen, seni burada tek koymuram. Ama sen değişebilirsen. Ben indi fərqliyəm. Ve sen onu sakitcə qucaqlayırsan. Ve o da sənə çevrilir. İndi sən o qədər şəfqətli, o qədər sakit və aydınsan. Bu güzgüdə artıq ağır keçmiş yox, dərin bir aydınlıq görünür. Təsəvvür et ki, qarşında bir qapı var. Üzərində yazılıb indi və burada öz həyatının sahibi. Qapını yavaş yavaş açırsan. Qapını açırsan və möhtəşəm bir mənzərə qarşında açılır. Yaşamaq istədiyin həyat. Hərəkət etməkdən qorxmadığın həyat. Duyğularından utanmadığın nevrozun səsi yox. Sənin ona başa düşdüyün bir həyat. Və sən o həyatı indi seçirsən. Addımlayırsan. Öz həyatının müəllifi olubsan sanki. İndi bu yoldan, bu sakitlikdən, bu aydınlıqdan dönmək yox, götürmək üçün geri gəlirsən. Bu hissləri özünlə gətir.
Bu gücü özünlə gətir, bu azadlığı içində saxla. İndi nəfəsini hiss et, bədənini hiss et, ətraf səsləri eşit və gözlərini yavaş yavaş aç. Sən artıq eyni insan deyilsən. Sən dəyişirsən. Sən istədiyin həyata qayıtmısan. O həyata ki, illərdir arzuluyordun. İllərdir deyirdin, mən əvvəlki kimi olmaq istəyirəm. Mən uşaqlıq dövrümü yaşamaq istəyirəm.